təbrik edirəm qələbə münasibətilə. Oyun barədə fikirlərinizi eşidək. Mən ilk öncə bizim möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm və ilk oyundan bizi həm məsuliyyətli elədilər və həm də ki bizə əlavə motivasiya verdilər. İlk oyundan stadionu bu cür doldurmaq, əlbəttə ki bu həqiqətən çox sevindim buna, hətta biraz duyğulandım elə ilk dəqiqələrdən və oyuna gəldikdə ilk oyunumuz idi. Baxmayaraq çox çalışdıq, baxmayaraq daha çox kombinasiyalar qurmaq istəyirdik. Bəziləri alındı, bəziləri alınmadı, amma ümumən belə oyundan razı qaldım. Futbolçuların oyuna yanaşmasından razı qaldım. Baxmayaraq bəzi anlarda yorulurdular, ona baxmayaraq güc tapırdılar və özlərini lazım olan yerə çatdırırdılar. Bu məni çox sevindirdi. Ümumən belə çox düzgün müdafiə olunan bir komandaya qarşı oynayırdıq və sona kimi oyun nizamını pozmadılar və sadəcə bir epizodda hansı ki boşluq buraxdılar və biz də ondan çox yaxşı istifadə edə bildik. Və əlbəttə ki, hələ çox çalışmalı, biraz yeniliklər var komandada və oyuncuların daha da bir-birinə adaptasiya olması çox vacibdir. Ümumən belə razı qaldım və yaxşı nəticə əldə elədik və həm oyun, hətta həm də nəticə bir daha göstərdi ki, biz cavab oyununa çox diqqətli olmalıyıq və çox ciddi hazırlaşmalıyıq. Yeni transferlərə şans verdiniz, həm start heyətdə, həm sonradan meydana daxil oldular və hətta bəziləri fərqləndi. Bu barədə fikirlərinizi eşitmək istərdik. Onların çıxışı sizi qane etdimi? Razı qaldım hamısından demək olar ki, sadəcə onların hər birinin hazırlığında biraz fərq var. Kimi ilk gündən bizə qoşulmuşdu, bizlə bir yerdə oldu, kimi biraz sonra, kimi sonlara yaxın gəldi. Əlbəttə ki, bugün onlardan optimal idman forması gözləyə bilmərik, amma ümumən belə onların işə yanaşmasından, ümumiyyətcə onların futbola baxışı məni razı saldı və inanıram ki, bir neçə oyundan sonra onlar öz daha yaxşı idman formalarını bərpa edəcəklər və daha da aktiv, daha da keyfiyyətli oyun oynayacaqlar. Və son olaraq 3-0 hesablı qələbə çox yaxşı nəticədir. Bəs cavab oyunundan biz nələr gözləyək? Yenə qeyd elədiyim kimi biz 3-0 hesabı sadəcə biz sonda vurduq, sonlara yaxın vurduq və 2-0 çox təhlükəli hesab idi və dediyim kimi bizi daha da ciddi hazırlaşmağa yəni bizə bir necə deyim, siqnal verdi. Hansı ki biz bu qələbə qarşı həm çox uzun yol fəth eləyəsiyik, 7 saat, 8 saata yaxın yol gedəsiyik və meydança süni meydança olacaq və bunların hamısına biz tam hazır olmalıyıq. Ona görə məncə bəlkə də hesabın biraz daha belə kiçik olması bizim xeyrimizə olacaq ki, elə sabahdan çox ciddi bir oyuna hazırlaşaq. Təşəkkür edirəm. Uğurlar növbəti oyunlarda.